Verilişin baş sponsoru Hacı Ceylon çayları. Yenilik gözəllikdir, yenilik təravətdir, yenilik ruhdur, yenilik sevgidir və yenilik yeni həyatdır. Hər birinizin hər vaxtınız xeyirli uğurlu olsun, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Xəzərin sahilində yeni bir görüşdə, yeni bir ildə, yeni bir enerji ilə, yeni bir sevgi ilə, amma hər zaman alışdığımız və hər zaman görmək istədiyimiz, hər zaman gözəl olan, hər zaman özəl olan bir xanımla görüşünüzə gəldik. Bu xanımın təqdimata ehtiyacı yoxdur. Çünki hər kəsin evində, hər kəsin doğmalarında, hər kəsin sevdiklərində görmək istədiyi səs ahəngini məhz bu xanımda tapır. Müraciət tərzini bu xanımda tapır və illərdir onun diktə etdiyi bu tərz hər kəsin ruhunu oxşayır. Söhbət Nailə İslamzadədən gedir, əziz tamaşaçılarımız. Azərbaycan əməkdar artisti Nailə İslamzadə hər zaman televiziya ekranlarından özü məxsusluğu ilə bizə öz sevgisini göndərən Nailə İslamzadə. Və bugün Nailə İslamzadə Xəzərin sahilindədir və bugün Nailə İslamzadə ruhunda biz yeni nəfəsimizlə, yeni ildə, yeni gündə sizinləyik. Hər birinizə bol sevgilər arzu edirik və Nailə xanım, xoş gəlmisiniz. Xoş gördük sizi də. Hörmətli tamaşaçıları da xoş gördük. Yeni ilin ilk günü görüşmək nə gözəldir. Nə gözəldir. Ayağınız ümid edirəm ki, sayalı olacaq. Bəli, bizim bəyaz geyimlərimiz də onu göstərir ki, bütün günlərimiz elə parıltılı bəyaz olsun inşallah. İnşallah. Nailə xanım, artıq növbəti yeni ilimizə qədəm qoyduq və hər il öz diktəsi ilə, hər il öz arzusu ilə, hər il öz həmahəngliyi ilə ilimizə qonaq gəlir, ömrümüzə qonaq gəlir və gözləntilərimiz çox olur və bölüşdüklərimiz çox olur. Kaşkilərimiz, yaxşıkilərimizin tərəzisində artıq nəyin ağır, nəyin yüngül gələcəyini düşünürük. Siz Xəzərin sahilindəsiniz. Artıq bundan ikinci dəfədir ki, Xəzərin sahilindən ruhunu oxşayırsınız. Və Nailə xanım, Xəzərimizi gəzdiniz, Xəzərimizi oxşadınız gözünüzlə və yeni ildə Xəzərimizin ruhunu öz ruhunuza pünhan etdiniz. Və nə hiss edirsiniz? Bugünün bu diktəsi nə verir sizə? Fəxriyə xanım, mən Xəzəri həmişə gəzirəm. Dənizi çox sevirəm. Xəzər də bizim doğma dənizimiz olduğu üçün bizə bir başqa zövq verir. Ümumiyyətlə, dənizin aurası çox gözəldir. Dəniz hər şeydən fərqlənir. Okean çox təlatümlüdür. Göl çox sakitdir. Dəniz bu ikisinin arasındadır. Və bu deməkdir ki, əgər dənizi sevirsənsə, keçmişlə gələcək arasında gəzişmən rahat olacaq. Çünki dənizi çox vaxt oturub dənizə baxıb fikirləşirlər də, dəniz gözəldir axı. Baxırsan, üfüq görünmür. Üfüqsüzdür də dəniz. Bu deməkdir ki, sənin arzuların da üfüqsüzdür. Yəni, o bir ümiddir həm də. Gələcəyə bir ümiddir. Dəniz o qədər sakitləşdirir insanın ruhunu və bir də insana səbr verir dənizə baxmaq. Dalğaların səsi, dalğalar gəlir, dəyir, sahilə qayıdır. Baxın, insan da həyatda belədir. İnsan da bir sərt qayalara çarpılır, müəyyən bir şeylə, dəniz həm də səbir etməyi, o sakitliyi ilə, o möhtəşəmliyi ilə, o böyüklüyü ilə insana həm də səbr eləməyi öyrədir. Həm ruhumuzu dincəldir, həm səbr eləməyi öyrədir. Dənizin o qədər böyük bir möcüzəsi var ki, onu deməklə qurtarmaz. Mən belə düşünürəm. Həqiqətən də Nailə xanım, hər bir ölkənin özünə məxsus spesifik insanların xüsusiyyətləri var və bu da əbəs yerə deyil ki, biz sahil insanlarıyıq və biz dəniz insanlarıyıq və bu da bizim ruhumuza, xarakterimizə birbaşa sirayət edir. Biz sözü sevirik, ruhu sevirik, sevgi doluyuq və mərhəmətliyik və biz hər birimiz bu dünyadan istədiyimiz çox şey olmur. Sadəcə bir parça sevgi bizi sonsuza dək xoşbəxt edə bilir. Bugün Nailə İslamzadə
ömrünün bıçağında bir qadın olaraq Tanrının bizə verdiyi ən böyük lütf bizim qadın olmamızdır. Bütün ailələrdə, bütün zamanlarda hər zaman qadın dəyərli bir varlıq kimi qiymətləndirilir və qadının dəyəri artıq o mühitin dəyərinin bariz nümunəsidir. Bilirsiniz, və Nailə İslamzadə deyəndə göz önünə gözəl bir sima, təmkinli, səs ahəngi daha xoş təsir bağışlayan belə bir sima bizim gözümüzdə canlanır və illərdir bunu saxlamaq və illərdir bunu qoruya bilmək, zamanın gedişatlarında biz nə qədər keşməkeşlər gördük, nə qədər dəyişikliklər gördük. Elə indinin özündə də bu dəyişikliklərin fonunda, özü sürətli dəyişikliklərin fonunda biz yaşayırıq. Bunu qoruyub saxlamaq asandır, çətindir. Həm asandır, həm çətindir. Ona görə ki, ümumiyyətlə qadın olmaq asan deyil. Qadının üzərində o qədər böyük bir yük var. Kişilərin də var, amma qadının üzərinə daha böyük yük düşür. Həm ailədə, həm cəmiyyətdə. Baxın, kişi daha çox cəmiyyət üçündür də, işləyir, pul qazanır, gətirir. Amma qadın da bunları eləyir və ondan əlavə evin yükü, uşaqların yükü də qadının üzərinə düşür. Ona görə düşünürəm ki, qadın daha çox fədakardır, qadın daha çox zəhmət çəkir ailə üçün. Əgər qadın öz ailəsini yola verə bilirsə, idarə edə bilirsə uşaqlarını və eyni zamanda da ondan artıq qalan vaxtını cəmiyyətə, işə sərf eləyə bilirsə, bu daha yaxşı. Yox, əgər işə gedəcəksə, ailəsi əziyyət çəkəcəksə, uşaqlar baxımsız qalacaqsa, uşaqlar yaxşı oxumayacaqsa, o da mən düşünürəm ki, qadın ailəsinlə məşğul olsa yaxşıdır. Çünki qadının əvəzinə o uşaqları heç kim gözəl tərbiyə verə bilməz, cəmiyyətə hazırlaya bilməz. Cəmiyyətə gözəl evladlar vermək ən böyük bir işdir, vəzifədir qadın üçün. Amma ümumi götürəndə mən düşünürəm ki, qadın sərbəst olmalıdır. Öz ayağı üzərində özü dayana bilməlidir. Elə özü pul qazanmalıdır. Bu heç kimdən asılı olmasın. Onsuz da qadının həyatında elə bir mərhələlər olur ki, o işləyə bilmir. Hamilə vaxtı, uşaq dünyaya gəlir, elə bir şey olur ki, onda həyat yoldaşı onu baxmalıdır, kimsə dəstək verməlidir kənardan. Amma ümumi götürəndə mən istəyərdim ki, mən özüm də eləyəm, qadın öz ayağı üzərində dayansın, güclü olsun, savadlı olsun. Çünki uşaqları böyütmək üçün mütləq dünya görüşü olan, savadı olan bir ana lazımdır. Mən niyə anadan danışıram? Niyə də deyirəm ki, böyük yük ananın üzərinə düşür. Və bütün bunları eləmək, eyni zamanda baxımlı qalmaq, bu asan məsələ deyil. Bunun üçün fədakar olmaq lazımdır. Mən həmişə demişəm, indi də deyirəm. Bu dünyada bir fədakar oldunsa, nəyəsə nail ola bilirsən. Düzdür, bir şans məsələsi də var o dünyada. Kiminsə bəxti görsən nəsə hazırın nazırı olur, belə də olur. O da gözəldir. O da yaxşıdır. Hərənin bəxtinə bir şey düşür. Heç vaxt demək olmaz ki, o niyə belədir, mən niyə bilərəm. Amma mən bu dünyada, bu yaşıma çatıb bir həqiqəti bilirəmsə, əgər çətinlik çəkirsənsə, müəyyən bir çətin yollardan keçirsənsə, səbr eləyirsənsə, Allah o mükafatı mütləq verir. Gec-tez verir. Bunun üçün də sən birinci nə istədiyini bilməlisən. Əlbəttə ki. Sənin hədəfin daha dəqiq olmalıdır. Və sən gedəcəyin o hədəfdə nəyə dözüb, nəyə dözməyəcəyini artıq özün üçün dəqiqləşdirməlisən. Daha sonra onun məncə mükafatını görə bilərsən. Nailə İslamzadə ta televiziyanın, Azərbaycan Dövlət Televiziyasının yeni proqramları ərsəyə gələndə, bax o dövrlərdən bu günə qədər hər zaman siz o apardığınız verilişlərdə də, müzakirə etdiyiniz o məqamlarda da insanın dəyərlərinə, insanın sosial durumuna, insanın müəyyən məqamda özünə gəlmə proseslərində bilavasitə şahid olmusunuz. Və biz bugün yeni il, artıq yeni ildə bərabərik və hər birimizin evimizdə bir bayram buraxılışında Nailə İslamzadə ilə salamlaşma kimi bir xatirəmiz də var.
Bilirsiniz, indi televizorları artıq qəbul etmir müasir texnologiya. Çünki bir telefon qədər əlçatandır hər kəs və bu mənada artıq televizorlar nə təəssüf ki, quraşdırılıb istifadə olunmasa belə. Çünki indi hər hansı ailəyə yaxınlaşırsan, hansı insanla danışırsan, biz televizoru çoxdandır yandırmırıq. Amma buna baxmayaraq, televizorlar hər zaman mən deyirəm ki, evimizin avadanlıqları içərisində seçib qoya biləcəyimiz ən gözəl yerdir. Geniş bir alanda biz televizor üçün xüsusi yer ayırırıq. Və orada artıq sənin kiməsə baxmaq arzun o insan üçün böyük dəyərdir. Yəni biz ekranlardayıqsa, biz qarşı tərəfə onu dərk eləməliyik ki, sən onun sevib seçdiyi evinin ən gözəl güşəsində olan avadanlığın içindən baxırsan. Bayram günündə isə xüsusən. Nailə xanım, ilk dəfə yeni il şənliyində sizin belə bir aparıcı kimi, bir diktor kimi o enerjini paylaşmanız və bugünkü bayram əhval-ruhiyyəsi, bunun fərqi çoxdurmu? Fərqi təbii ki, olmalıdır. Mən ilk dəfə yeni il verilişini aparmağımdan 43 il keçir. Bu müddət ərzində təbii ki, fərq olacaq. Dünya dəyişir, texnika dəyişir, elm, texnika inkişaf eləyir, insanlar dəyişir. Yəni indiki nəsil, məsəl üçün, siz təsəvvür edin 40 ildən sonra necə bir nəsil gələ bilər. Ona görə təbii ki, dəyişir. Amma elə bir təməl dəyərlər var ki, onlar dünya durduqca duracaq. Nə qədər texnologiya inkişaf eləsin, nə qədər bu süni intellektlər, istər robot yaratsınlar, istər hər şeyi, amma o insani hisslər mən elə gəlir. Elə dəyərlər var ki, onlar həmişə yaşayacaq. Bəlkə də biz bunları hiss eləyən insanlara belə gəlir. O da ola bilər. Məsəl üçün, indən sonra 40 il sonra necə olacaq, hansı uşaqlar olacaq, onda hansı fikirdə olacaqlar, ümumiyyətlə televiziya olacaqmı, ümumiyyətlə insanlarla yaşayacaqlar, mesela robotlarla mı yaşayacaqlar, onu mən deyə bilmərəm. Amma görünən odur ki, sürətli dəyişikliklər gedir. Amma buna baxmayaraq, baxın, əvvəlki illərin yeni il parçalar qoyanda, yerləşdirəndə internetdə mən görürəm o qədər insanlar maraqla baxırlar. Gözəl sözlər o qədər yazırlar, o dövrlərin nostalji keçirirlər ki, kaş o dövrlər olardı. Bu niyə belədir? Bunun bir neçə səbəbi var. Əvvəla o verilişlərdə səmimilik daha çox idi indikiyə baxanda. Ondan sonra bir də ki, bir insanın bir ümumi mədəni bir yaddaşı var da. İnsanların hamısının yaddaşında o dövrlərə qayıdırlar. Ata-analı dövrümüz idi, ya da uşaq idim. Məsəl üçün 85-ci ildə mən yeni ildə Rafael Dadaşovla qoyduğumuz o göstərilən, onu da deyim ki, ilk dəfə onu sizin Xəzərin sahilində verilişi yerləşdirmişdi. Onu arxivdən tapıb çıxarıb siz yerləşdirmişdiniz o vaxtı bayram proqramınızda. O qədər maraqla baxırlar. İnsanlar həsrət çəkir o hisslər üçün, o görüntülər üçün, o vaxtı yaşadıkları üçün, həm uşaq olanda necə bir ortamdaydılar. Bax, bu da təsir eləyir ki, o insanlara gözəl təsir eləyir də bu. Əlbəttə, hər birimiz öz keçmişimizin təməl daşının üzərində dayanan bugünü və bu günü o qədər biz sağlam şəkildə keçmişdən qəbul edib gələcəyə ötürməliyik ki, o dəyərlərimiz itməsin. Biz çaydan dadaq. Bu bizim ağız dadımız Hacı Seylon çaylarıdır. Və bu hər birimizin evimizdə, süfrəmizdə. Axı biz həm də bir Azərbaycanlıyıq və bizim bayramlarımızda bizim üçün tortla, şirniyyatla gözəl çay içmək ən vacib və ən gözəl ənənələrimizdən biridir. Quru meyvələrlə içsək daha yaxşı olar. Sağlamlıq üçün. Bax, əsas məqama gələcəyik. Əziz xanımlar, əziz tamaşaçılarımız, gözəl qalmaq üçün, sağlam qalmaq üçün və hər zaman sevilən olmaq üçün nələri qəbul etmək lazım? Reklamlardan sonra bərabər bizim tərəfdaşımız Hacı Seylon çaylarıdır. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları.
Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Bugün Xəzərin sahilində, yeni ilin ilk günündə sizinlə bərabərik və Allahımıza həmd olsun ki, Allah bizə daha bir gözəl il bəxş elədi və biz bu ildə arzularımıza çatdıqmı, bəzilərinə çatdıq, çatmadıqmı, bəzilərinə çatmadıq. Bu hər kəsdə belədir. Yəni, elə cümlələr, elə sözlər var ki, o cümlələr, o sözlər hamıya şamil oluna bilər. Nə yaxşı ki, bəzilərinə çatmırıq. Çünki o gələcək ilimizə ümid verir. Bir mənalı. Mənim həyat yolum belədir ki, əvvəla mən düşünürəm ki, arzularıma çatmışam. Mən belə düşünürəm. Təbii ki, arzular sonsuzdur, amma şükürlər olsun. Ən çətin vaxtında da insanın buna şükür deməyi, nəyəsə almaq istəyir, harasa getmək istəyir, nəyəsə etmək istəyir, haradasa işləmək istəyir, amma alınmır. Mən buna bir mənalı inanıram və zaman keçdikdən sonra da arxaya baxanda görürəm ki, bu doğrudan da belədir. Ki, o bir söz var ki, Allah deməli səni nədənsə qoruyub. Bu bir mənalı belədir. Həm elədir, həm də ki, onu düşünəndə insan o qədər rahat olur. Ona görə də əsas insanın içində harmoniyada olmasıdır. O qədər baxırsan ki, imkanları var, pulu, dövləti, nə bilim, vəzifəsi, hər bir şeyi, amma daxili rahatlığı yoxdur. Daxili huzuru yoxdur. Ruhu sakit deyil. İnsanın xoşbəxtliyi özünlə harmoniyada olmasıdır. Nailə xanım, insan özünlə harmoniyada olmasıdır. Bax, bu bilirsiniz necə? Bu sadəcə olmalıdır, etməlidir, kimi lazımi cümlələrdir. Amma bunun arxasında hansı bəndlərlə, müddəalarla, deyək ki, hansı bəndlərə sahib olmalıdır ki, insan öz-özü ilə barışsın? Bax, məsəl üçün, mən bir yerdən işdən çıxdım. Təbii ki, təsir eləyir insana. Ki, mən uzun müddət bir yerdə işlədim, mən niyə çıxdım? Amma səbəbləri götürəndə niyə çıxdım? Deməli, o çıxmaq mənə daha uyğundur. Panikaya, məsələn deyirəm də, panika mən özümü götürürəm, ümumi danışıram da, ümumi danışıram. Məsələn, panikaya düşmürəm. Özümə başqa bir iş axtarmalıyım, çünki mən yaşamalıyam. Maaş almasam, pul gəlməsə, hardan yaşayacaqsan? İşi daha rahat axtarıram. Birinə gedirəm, söylənmirəm, niyə burada belə oldu, acıqlanmıram, heç kimə acılanmıram və gözləyirəm ki, bu iş məni mütləq tapacaq. Və yaxud da ki, ümumiyyətlə ki, pulun azdır. Amma onu da düşünürsən ki, bu da bir müvəqqətidir. Deməli, mən nə vaxtsa işləyəcəm, nə vaxtsa daha çox pulum olacaq və buna doğru gedirsən. Buna görə ya özünü kəsmirsən, doğramırsan, ya evdəkiləri, dostlarını, heç kim paxıllığı çəkmirsən. Allaha dua eləyirsən, Allahla danışırsan öz-özünə və xəyal eləyirsən ki, məndə bu da olsun. Məsəl üçün, bir il yeni bir paltar alma özünə. Məsəl üçün, işləyənə qədər məsələn deyirəm də, amma bu pul havasa gələcək. Harmoniyada o deməkdir ki, sən olduğunla razılaşırsan, amma o deməkdir ki, heç nə eləmirsən. Və sənə bu bəs olur. İnsan kiçik şeylərdən xoşbəxt olanda, bax, o özünlə harmoniyada olmaqdır. Əsas xoşbəxtlik odur. Yenə də deyirəm, mən böyük bir yaxt alım, məsəl üçün, amma o xoşbəxtliyi tapım. Amma mən balaca bir maşınım ola bilər, mən ayaqlarımı yerindən götürən və özümü xoşbəxt hiss eləyə bilərəm. İnsan hər şeyi sevgi ilə eləməlidir. Mənim oğlum balaca olanda, küçədən gələndə mənim xoşladığım bir piçenya, nəysə bir şey, balaca bir şey alıb gətirəndə mən onunla o qədər xoşbəxt olurdum. Və o da belə böyüdü. O da lap bu yaşında da kiçik bir şeylər alıb versən, o ondan xoşbəxt olacaq. İnsan yaşamağın yöndəmini və yönünü tapmağı bacarmalıdır. Zaten həyatın keşməkeşlərini görən insanlar bu nəticəyə gəlir və belə düşünür. Çünki yaşadığımız hər bir hadisə bizim ömür binamızda, ömür divarlarımıza bir daş qoyur. Və o daşı biz nə qədər möhkəm bünövrəni, biz daşı bir-birinin üstünə möhkəm qoysaq, o hasarımız daha güvənli olar. Sadəcə mən çox səbirliyəm. Allah məni səbirli yaradıb, mərhəmətli yaradıb. Mən inanılmaz dərəcədə mərhəmətliyəm. Hər kəsə mərhəmətim böyükdür. Hər kəsə kömək eləmək istəyirəm. Elə həyatımda çox anlar olub ki, mənə
pislik də deməyək, yəni mənə yaxşı olmayan insanlara da mən mərhəmət göstərib onlara yaxşılıq eləmişəm. Həm də hər kəsin bir tapusu var həyatında, hər kəsin özünün öz qanuna uyğunluqları var həyatında. Amma bilirsiniz, hər şey insan üçündür. İnsan o qədər mürəkkəb bir varlıqdır ki, bugün nə edəcəyini bilmədiyin halda, yəni qəfildən elə bir fərqli bir şey eləyə bilərsən ki, özünü tanımaya bilərsən. Yəni necə ola bilər ki, mən buna və yaxud da ki, mən bunu yaşadım. İnsan hisslərini, hərəkətlərini cilovlu, kontrol eləməlidir, nəzarətdə saxlamağı bacarmalıdır. Təbii ki. Və Nailə xanım, biz qadınıq və qadının bütün bioloji varlıq olaraq bütün canlılardan ana missiyasını həyata keçirir deyə o daha güclüdür, daha mühafizəkardır, yaradıcıdır, daha olğundur. Amma bugün baxın, yeni ildir, hər kəs evində öz əzizləri ilə, bəlkə digərləri səyahətdə, bəlkə digərləri hardasa necəsə. Amma bir qadın xoşbəxtliyi deyəcəyimiz və bir qadın xoşbəxtliyini gözləyəcəyimiz bir məqamlar var. Amma o tamlığı, o məqamları biz özümüzmü onu əldə edə bilmirik? Yoxsa ki, qarşı tərəfdənmi gözləməliyik? İndi sosial problemlər, sosial verilişlərdə gördüyümüz o problematik məsələlərdə görürük ki, axı biz nə qədər deyə bilərik ki, biz güclüyük, biz yaxşıyıq, bizdən yoxdur, biz hər şeyi bacarmalıyıq. Sən qarşı tərəfdən o enerjini almasan, sən onu verə bilməzsən. Bir mənalı belədir. Sizin sözünüzdə həm doğru, həm yanlış var. Nədədir? Bir mənalı olaraq qadın olmaq çətindir, bayaq mən dedim. Qadının əks tərəfdən, yəni kişi cinsi tərəfdən də həyat yoldaşı belə deyək də, kömək olmadıqda, dəstək olmadıqda ailədə çətindir. Təbii ki. Və mən niyə uşaqlara tək baxım, mən niyə bu qədər yükü mən çəkim, sən eləməyəsən. Belə olduğu halda, təbii ki, iki insan bir damın altında yola gedə bilmirlərsə ayrılmalıdırlar. Yox, birlikdə qalırlarsa da ya müəyyən bir xasiyyətinə görə bağışlayıb yola getməlidir, ya özü qazanmalıdır, özü gətirməlidir, özü uşağına baxmalıdır. O da özü bildiyi kimi yaşayacaq, amma uşağın atası deyə saxlamalıdır, ya da ki, boşanmalıdırlar. Və o təcrübələr də göstərir ki, mən bu yaşıma gəlib çatıb çox insanlarda görmüşəm. O dava eləməyin yeri yoxdur. Dava eləsə də bir insan düzəlməyəcəksə düzəlməyəcək. Və bir həqiqət var ki, o düzdür ki, qadın üçün əsl xoşbəxtlik əks cinslə birlikdə olmaqdadır. Yəni, o ondan aldığı enerjini çox şeydən almaya bilər. Amma bununla bərabər qadın heç nədən heç nə gözləməməlidir. Bayaq da mən dedim. Elə kişi də ümumiyyətlə insan. İnsan özü özünə güvənməlidir. İnsan özü özünə güvənməsə kimə güvənə bilər? Mən bir aktrisamız vardı, danışırdı. Hər şeyi var. Xalq artistidir. Prezident təqaüdü alır. Ad sanı var, hər bir şeyi var. Onu sevirlər. O dedi ki, bir dəfə, dedi, axşam gəlirəm evə, işığı yandırıram, özüm yandırıram evi. Ev bomboşdur, işığı özüm yandırıram, ev bomboşdur. Bax, hər bir şey olsa da qadın xoşbəxtliyin tamlığı üçün təbii ki, insanın həyatında kimsə sevdiyi bir insan olmalıdır. Amma yoxdursa da bədbinliyə düşmək lazım deyil. Sevgi çox şeylərdə var. O qədər şeylər də var ki, elə həmən o qadına hansı ki, işığı evi özü yandırır, ona milyonlar qıpta eləyir. O da var. Baxır kim hansı bucaqdan baxır. Bilirsiniz, bir də ki, arzular qadın tükənməzdir. Həm də ki, əmin olaq ki, hər birimiz, biz özümüz, baxın, siz deyirsiniz, mən şükür eləyirəm, bütün arzularıma çatmışam, deyilmi? Eyni sözləri mən də söyləyə bilərəm. Mənə məsələn bir neçə insanlar, ətrafım və yaxud necəsə, birdən olur xanımlar söhbət edəndə soruşurlar, ya hər kəs öz həyatının müəyyən məqamlarına çətinliyə düşəndə nəsə soruşur. Baxırsan ki, nəsə gözləyir və nəsə çətin bir vəziyyətdədir. Deyirəm, gəl, bax, gəl belə eləyək. Həyatında 5 ədəd olanını sayır. 6-nı, 7-ni, 8-i keçir.
Deyirəm, gəl, indi 5 ədəd olmayanımızı sayaq. Olmayanı 3-ə çatmır. Uzaqbaşı deyə biləcək ki, işim yaxşı deyil, uzaqbaşı deyəcək, həyatımdakı insan məni qaniləmir, uzaqbaşı biraz da o tərəfə keçsə deyəcək ki, bayaq dediyiniz kimi pulum yoxdur, düzdürmü? Amma sağlamlığın var, varlığın var, ətrafın var, doğmaların var və sər sadalır. Yəni biz bu əslində özümüz üçün görmək istədiyimiz o həyat düz xəttində əslində şuur altı özümüz üçün görmək istədiklərimizi yaşayırıq. O sizin dediyiniz o xanım, tək olan və böyük mükafatlara layiq olan xanım, mən bilməsəm belə kimdir, zaten belə təxminlərimiz çoxdur. Əmin olun ki, o içərisində o həyatı arzulayıb deyə yaşayır. İçərisində onu görmək istəyib. Niyyətin hara, mənzilin də ora. Çünki həyat bizə hər şeyi seçimlərlə verir. Çox böyük ehtimal ki, yenə bilməsəm də əminəm ki, onun qarşısına çıxıb elə bir variantlar ki, o həmin o mükafatları, o milyonların sevgisini kənara qoysun, gəlsin bu həyatı yaşasın. Amma onu seçməyib, bunu seçib. Biz hər birimiz öz seçimlərimizi yaşayırıq. Elədir. Və sadəcə bizim ağıl və hissimizin qarşısında bəzən o ağılla hissi dost edə bilmirik. Nə zaman ki dost edə bilsək, onu barışırıq. Barışanda mutlu oluruq, xoşbəxt oluruq və qane oluruq. Onun insanın harmoniyada olması odur da, öz-özündən barışması, başına gələnlərlə barışması. Təbii ki, düşünsən çox şey istəyərsən. Mənim bir dənə balaca maşınım varsa, bəlkə mən istəyirəm Rolls-Royce olsun məsəl üçün. Amma mən bundan da xoşbəxtəm. İmkan olar, onu da alarsan. Olmaz, mən bundan xoşbəxtəm. Bu demək deyil ki, daha yaxşıya can atmayasan. Amma olduğundan xoşbəxt olmaq Allahın verdiyi böyük bir lütfdür insana. Zaten o bir, yəqin ki siz baxmısınız, böyük əksəriyyət o filmə baxıb, The Secret, Sir filmi. Təbii ki. Yəni orada barışmaq və kitabını oxumuşdum hələ 30 il bundan qabaq. Hər şey, orada bir ana xət var. Hətta bütün ateistlər belə gəlir sonuçta dini qəbul edir. Şükr eləmək nədir? Cümləni var deyə qurmaq. Bugün biz buradayıq. Bugün mənim ən əziz insanım buradadır, var. Bugün qarşımda susasam belə içəcəyim çayım var. Bugün qarşımda baxacağım hər hansı bir məlumatım var. Bu insanı xoşbəxt eləyir. Buraya da çoxları bunu başa düşürlər, Bəqiyə xanım. O varı düşünəndə, onun bioloji tərəfləri də var axı. Sən o varı düşünəndə nə hiss edirsən? Bədənin boşalır, rahat olursan, relaks olursan, o zaman sənin auran da rahatlanır və sən rahat olduğun halda qarşı tərəfə də müsbət enerji göndərdiyində onlar sənə doğru gəlir. Bir düşünün ki, bugün deyək yoxdur, o pisdir, operator bunu elədi, su burada belə durdu, çayın rəngi xoşuma gəlmədi. Elə olanda sən gərilirsən və gərildikcə bloklanırsan. Bir də var ki, insan zamanla buna gəlir. Bunu dərk eləmək üçün də, mən də məsəl üçün bir 40 il, 50 il bundan qabaq bəlkə başqa cür düşünürdüm. Təcrübə ilə insan gəlir buna. O da var. Həmişə təmkinli olmuşam, səbirli olmuşam. İnsan temperamentlikləri var da. Ümumi olaraq xarakter dəyişmir. Ümumi olaraq insana dəyişməyən, çalarlar dəyişə bilər, amma xarakter heç vaxt dəyişmir. Amma müəyyən bir nəticəyə yaşad olduqca ona gəlirsən də. Amma təbii ki, insanın qurduğu həyat, hansı həyatı yaşayırsa özündən asılıdır. İndi tamaşaçılar baxıb deyərlər ki, yox, mən bu həyatı istəmirdim. Yox, istəyiblər. Xəbərləri olmadan istəyiblər. Şuur altı, bayaq düşündüyüm bir insan nəyi vizual təsəvvür edirsə bilmədən belə əslində onu yaşayır. Reklamlarımızın zamanıdır, işarə eləyirlər. Əslində çox maraqlı, çox səmimi və çox gözəl bir söhbət gedir Xəzərin sahilində. Bayram günüdür və hər birimiz evdəyik, əzizlərimizin yanında. Hesab edirəm ki, yediyimiz təamlardan, bulunduğumuz məkanlardan çox mənəvi ruhumuzun doymasını, mənəvi ruhumuzun öz yerində bulunmasını arzu edirik. Çünki ən vacib olanı da budur. İlin hansı günündən asılı olmayaraq. Qısa bir aramız var, reklamlardan sonra buradayıq və ağız dadımız Hacı Seylon çaylarıdır, tərəfdaşımızdır.
Çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var ki, bu da insan orqanizminə çox faydalıdır. Biz çayla yorğunluğumuzu aradan qaldırırıq, yuxusuzluğumuzu, yuxululuğumuzu hətta aradan qaldırırıq. Hətta xəstə göz nahiyəsinə yaxşı dəmlənmiş çayı qoymaq o nahiyəni sağalda bilir. Və əsl keyfiyyətli çayı axtarmaq da çox çətindir. Bəs əsl keyfiyyətli çayı biz necə seçib tapa bilərik? Bunun üçün çox düşünməyə ehtiyac yoxdur. Biz Hacı Seylon çayları içirik və bunun keyfiyyətindən, faydalılığından çox razıyıq və sizə də məsləhət görürük. Hacı Seylon çayları Şri-Lanka torpaqlarına yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu da Hacı Seylon çaylarında var. Bəs bunu hardan almaq lazımdır deyə sual etsəniz, heç düşünmədən deyərik. Şəhərimizdə fəaliyyət göstərən bir sıra marketlərdə, o cümlədən Taygastor supermarketlərində bu çayın müxtəlif növlərindən seçib ala bilərsiniz. Məlumat üçün deyim ki, yaşıl rəngli qablaşmada olan Pekoe çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə xanımların sevdiyi yaşıl çaydır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hər birinizin süfrənizdən gözəl, dəmlənmiş, əsl keyfiyyətli çay əskik olmasın. Bu isə Hacı Seylon çayları olsun. Çünki Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Tayga Ticarət ailəsi həmrəylik günü və yeni ilinizi təbrik edir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik və ağız dadımız dəyişməz olaraq qalır. Bayram günüdür, yeni ilin ilk günündə hər birinizə yeni arzuların həyata keçməsini arzu edirik. Köhnə arzuların isə heç dəyişməyəcəyini arzu edirik. Çünki köhnə arzular yeni ümidlərdir, mübarizə ruhudur. Var olmanı bir daha təsdiq edən səbəbdir. Kaş ki elə köhnə arzularımızın bəziləri həyata keçməsin ki, biz onların həyata keçməsi üçün çaba göstərək. Nailə xanım bizimlədir. Azərbaycan əməkdar artistidir Nailə xanım. Uzun illər öz gözəl səsi ilə, siması ilə, səmimiliyi ilə, varlığı ilə ekranlardan, bayram günlərində xüsusən ruhumuzu oxşayıb və hər zaman onun özünə məxsus emosional tərzi bizim gözümüzü də oxşayıb. Nailə xanım, yeni ildəyik, bərabərik və siz uzun illər yeni il bayram buraxılışlarında iştirak eləmişsiniz. Ən xatirinizdə qalan, bax bizim Rafael Dadaşova biz xatırladıq. Necə gözəl məqam idi ki, onunla bərabər. Hətta mən o verilişdə, biz onu ki verdik ilk dəfə, o görüntü çıxdı. Onda mən araşdıranda məlum olmuşdu ki, sən demə, Rafael Dadaşov evlərdə, yəni küçəyə çıxan evlərə gedən, yəni təbii ki, qonaq qismində ilk Şaxta baba idi. Onda verilişdə özü də iştirak eləyirdi. Özü də onu etiraf elədi, özü də burada qonaq oldu, dedi. Yeni verilişlərinin hamısı yadımdadır mənim. Çox gözəl aurası var idi. Amma mən sizə deyim, bax bu il biz ictimai televiziyada yeni il proqramını çəkdik. Elə bil ki, mən o illəri yaşadım. O qədər gözəl, o sözləri demək, çəkiliş prosesi eyni idi demək olar ki, çox qəribədir. Amma studiya daha qəşəng bəzənmişdi. Məhz bu ilmi elə idi, yoxsa hər ilmi eyni hissi yaşayırsınız? Mən hər ildə olmamışam, bir neçə illərdə olmuşam. Keçən il də yaxşı idi. İndikindən də zövq alıram, çox qəribədir. Bayaq söhbətdə dediniz ki, siz zamanla uyğunlaşmaq lazımdır. Mən həm müqayisə edə bilirəm keçmişlə, keçmiş yeni illəri də. Amma bu, indi yadıma salıram siz dedikcə, neçə il yeni ildə iştirak eləmişəm. O ab-hava mənə o qədər gözəl təsir eləyib. Mahnı da oxumuşuq orada, hər il mahnı oxuyuruq ümumiyyətlə biz orada. Mən deyərəm daha mükəmməlləşib. Sadəcə olaraq
indiki verilişlərdə texnoloji effektlər başqa cürədir. Sonra studiya başqa cürdür, daha gözəldir. Amma sizə deyim ki, o ruh vaxtı dəyişməz olaraq qalır, düzdürmü? Məsəl üçün mən eyni coşqu ilə o sözlərimi dedim. Oradakı başqa aparıcı qızlar, oğlanlar, onlar da elə idilər. Mən indi yadıma salıram o vaxtdan. Elə idilər. Sadəcə olaraq o vaxtı bizdə bir kanal var idi və hamı ora baxırdı. Və hamı bir-birinə deyirdi ki, dünən gördün, belə ol. İndi hansı birinə baxsınlar? İndi yaxşılar çoxdur. Düzdür, indi o diktor məktəbi yoxdur, yeni aparıcılıq məktəbi gəldi. İndi biraz seçim başqadır, efirə çıxmaq başqadır, dəyərlər başqadır. Təəssüf mi deyim, təəssüf olduğumuz hallar da var, olmadığımız hallar da var. Düzdür bunlar, amma o vaxtın bir çox yaxşıları elə telekanallar var ki, o yaxşılığı qoruyub saxlayırlar. O hörməti, o ədəbi, o ərkanı qoruyub saxlayırlar. Və mən ictimai televiziya olaraq buna çox sevinirəm. Bilirsiniz, Nailə xanım, indi yeni texnologiyalar bizə o geniş platformada iştirak etməyə imkan verir. Heç televizora çıxmayan, heç televiziyada işləməyən bir insan çox məşhur ola bilir sosial şəbəkələr vasitəsilə. Və çox uzun illər, baxmayaraq ki, Xəzərin sahilində layihəsi 10 ildən artıq 10 ildir ki, tamaşaçı qarşısındadır və hər dəfə fikirləşirəm ki, birdən darıxdırıcı olar, birdən kimlərəsə bu maraqlı olmaz, özümə hesabat verirəm hər mövsümdə. Görəsən nədə, nəyi necə eləmək olar? Siz inanırsınız Nailə xanım, mən bir mövsüm musiqili elədim və bir mövsüm biraz şou xarakterli elədim. Musiqili var idi, 2 nəfər olurdu. Şou xarakterli elədim, hətta o çağırdığım qonağın həyatındakı maraqlı məqamlara toxundum, onu montaj prosesində effektlərlə verdim və müqayisələrdə gördüm ki, o impulsiv reaksiyada gördüm ki, inanırsınızmı ki, nə qədər ki biz cəhd göstərdik ki, o reyting versin, tamaşaçılara maraqlı olsun, tamaşaçı onu istəmədi. Tamaşaçı hətta bu veriliş bu mövsümdə də başlayanda bir neçə elementlərdən istifadə etdim ki, tamaşaçıya daha maraqlı olsun. Qonağa məktub vermək, qonağın həyatındakı maraqlı məqamlar, onu müəyyən mənada hansı qeyri-adi hisslər yaşatmaq, sürprizlər. Mən başa düşdüm ki, onlar onu istəmir. Amma nə zaman ki, qonağın kontentinə uyğun olaraq sadəcə söhbət gedir, siz inanırsınız, görüşəndə ancaq o sakit söhbət gedən verilişdən danışırlar və hətta bir texniki yaradıcı bir insan, yəni montaj prosesində və rejissor kimi başqa bir yerdə çalışan insan mənə dedi ki, mən səndən bir xahiş eləyəcəm. Olar mı mənim o xahişimi qəbul edərsənmi? Əlbəttə ki, həmkarımdır, sizi kimi, yəni uzun illər təcrübəyə söykənən bir insandır. Dedi, çox xahiş eləyirəm, o verilişin sən stilistikasına toxunma. O qalsın. Mən fikirləşirdim ki, çünki hər düşündüyümüz bir şeylərdən özümüz üçün nəticə çıxardırıq. Və gələk sosial şəbəkələrə. Bu verilişlərin hissələrini sosial şəbəkələrdə ki biz veririk, mən o sosial şəbəkədə verilən məsələlərin kontentinə baxıram. Görüm impuls hardan yaxşı gəlir? Bilirsiniz hardan yaxşı gəlir? Bilirsiniz ən çox səs baxış toplayan, ən çox reaksiya gələn məsələlər hansı məsələlər olur? Hardakı sevgidən, hardakı keçmiş hisslərdən, hardakı etibardan, sədaqətdən, hardakı insani dəyərlərdən danışırıq. O çox baxış sayı toplayır, nəinki kiminsə həyatında sürprizlər eləmək. Çünki insanlar beziblər, bayağılıqdan beziblər ona görə. Demək ki, sizin dediyiniz bax o dəyərlər hər zaman dəbdədir. Əlbəttə ki, dəbdədir. Hər bir şey, məsəl üçün indi diktorluq məktəbi yoxdur. İndi aparıcılıq məktəbi var. Əvvəllər diktor efirdə dilin, efir mədəniyyətinin, sözün daşıyıcısı idi. İndi bu dəyərlər itib. Mən demirəm hər yerdə, ümumi olaraq, çoxluq olaraq. Bizi efirə necə buraxdılar? Mən diktor olanda müsabiqə keçirdilər. Deməli, müsabiqə başladı payızda, sentyabr ayı idi deyəsən, sentyabrın axırları idi, oktyabr ayında. Biz təzə başlamışdıq institutda, mən 5-ci kursda oxuyurdum dərslərə. Və rəfiqələrim dedilər ki, bəs belə getməlisən. Siz təsəvvür edin, mən getdim ora. 300 nəfərə yaxın insan var idi orada. 300 nəfərin içindən biz neçə il, oktyabr, noyabr, dekabr, yanvar, fevral ayına qədər mən fevralın 19-unda efirə çıxdım.
ora qədər neçə mərhələli müsabiqədən keçdik. Siz təsəvvür edin, bir dənə efirə çıxmaq üçün mən neçə ay müsabiqədən keçdim, yoxladılar, hər bir cəhətdən sonra buraxdılar. Bəs indi efirə necə çıxırlar? Efirə heç yoxlanmamışdan gəlir, çıxır, nəsə deyir. Baxın, fərqi görürsünüz də, bax, keyfiyyət onda olur da. Adını çəkməyəcəm. Bir layihədə iştirak elədim aparıcı qismində və o heç 3 ay, 4 ay çəkmədi. Çünki mən əl sıxdım, sağollaşdım. Başa düşdüm ki, mən burada çox davam eləyə bilmərəm. Mənə bir iradı nə idi? Hər dəfə biz iclaslarda müzakirə eləyirdik. Dedik, bilirsən, hər şey əladır, hər şey yaxşıdır. Amma çox mədəni danışırsan. Deyirəm ki, necə olmalıyam? Deyin də, bəlkə mən bilmirəm. Deyin, görüm necə olmaq lazımdır. Deyir, bax, misal üçün, qonaq gəlib, qonağa deyirsən ki, buyurun, gəlin, əyləşin. Deyirəm, nə demək lazımdır burada? Deyir, demək lazımdır, gəl bura, gəl otur görüm nə deyirsən. Bax, bu meyarlar dəyişir və bu layihələri həyata keçirən insanların mən tutaq ki, deyək, bunu qəbul etmədim. Amma bunu qəbul edib axı davam edənlər var. Bəlkə də zaman keçər, dəyişər bunlar da. Nə olsa da, nə bu yeni bunu saysalar da mən düşünürəm ki, nə olsa gələcək, bizim bu dəyərlərimiz yenə öz yerini tutacaq. Bəli. Nə gəlsə də, nə texnika, texnoloji, nə dəyişsə də, mən düşünürəm ki, bizim o dəyərlər öz dəyərini bilən insanlar üçün saxlayır. Doğrudur, bu baxın. sevgidə də belədir, Bəli. münasibətlərdə də belədir, efirdə də belədir. Hər bir yerdə o dəyər həmişə öz qiymətində qalacaq. Həm də dünya təcrübəsinə müqayisə, heç dünyaya getməyək. Yaxın qardaş Türkiyəmiz. Əvvəllər bir 5 il, 6 il bundan əvvəl hansı filmlər? Niyə? Çünki film kütləsi çoxdur. Bu bir eksperimentdir də. Hansı filmlər daha çox reytinq toplayırdı? Komediya janrında, əyləncə, gülməyə hamı xoşlayırdı. Amma son zamanlar o filmləri çəkirlər və o seriallar yarımçıq qalır, reytinq toplamır deyə. Amma gəlin görək nələr daha çox bugün baxılır. İstər Netflixdə, istər adi ənənəvi kanallarda psixoloji məqamlar, psixoloji filmlər, psixoloji o situasiyaları özündə əks etdirən məqamlar və tarixi filmlər. Bugün ənənədə tendensiyada onlardır. Bu nə deməkdir? Bu deməkdir ki, insan sonuçda verilişimizin əvvəlində hər zaman, qeyd edirəm xüsusən sizlə, bu polemikada ən çox biz nədən danışırıq? İnsani dəyər və mədəni element deyəcəm ona. Düzdür, hər kəsin özünə məxsus, özünə xas bir mədəni meyarları var. Amma bizi kimi insanlar artıq biz etalon olmalıyıq. Biz bir nümunə kimi, əgər biz kütlə qarşısına çıxırıqsa, bu meyarları özümüzdə əks etmək bizim işimizin vacib amillərindən biridir. İşimiz bundan ibarətdir. Nəyi çox göstərərsən, o da ki, biz yox, yəni biz şəxs olaraq yox, bizim danışığımız, dilimiz, davranışımız, bunlar nümunə olmalıdır təbii ki. Nailə xanım, yeni ildir və artıq bizə verilən zaman başa çatmaq üzrədir. Biz burada bunu danışdıq və biz əminik ki, kənara keçib hardasa söhbət əsnasında nə isə müzakirə etsək belə, yenə hər kəsin eşitmək istədiyi, duymaq istədiyi, bölüşmək istədiyi bu hisslərdir. Yaxşı ola bilmək, sevgi dolu ola bilmək, ruzili ola bilmək və bu dünyadan köçəcəyimiz bir məqamda özümüz üçün gözəl bir adı qoya bilmək. Nailə xanımın bu il özünə verdiyi hesabatda və keçən ilin bu ilə gətirdiyi və gətirəcəyi məqamlar, arzular, istəklər nədir? Valla arzularım, istəklərim, mən indi ən böyük arzum can sağlığı ilə yaşamaq, özümün və ailəmin sağlam olmasıdır. Ondan sonra da uşaqların, nəvəmin xoş günlərini görməkdir. Belə, yəni ki, nə deyim olar, mən bilmirəm. Əsas odur ki, əmin-amanlıq olsun. Bunu çox arzulayırıq. Müharibəsiz, biz çox gözəl bir ölkədə yaşayırıq və bunu heç vaxt unutmamalıyıq. Qonşu ölkələrə baxanda, o gün evdə baxırıq televizora, görürük ki, Moskvanın düz mərkəzinə dronla nəyisə vurdular, elədilər. Bax, biz onda görürük ki, biz necə xoşbəxtdik.
ki, bax belə bir rahat ölkədə yaşayırıq. Düzdür, çatışmayan şeylərimiz var, olacaq da, hər bir yerdə var. Çağırdı, ancaq bizə bu rahatlığı verən belə bir ölkəmiz varsa bizim ən böyük xoşbəxtliyimizdir. Mən arzu eləyərdim ki, bizə gələn ildə Azərbaycanda əmin-amanlıq olsun. Bizim uşaqlarımız, analarımız bir də ağlamasın, bir də müharibəyə uşaqlarını göndərməsinlər. Bütün dünyada sülh olsun. Mən ən böyük, yəni qlobal mənim belə arzularım budur. Bu arzu istəyə qoşuluruq Nailə xanım. Yeni ilin ilk günündə bu bayram əhval-ruhiyyəli günlərdə ailələrimizə biz qonaq olduq. Mavi ekranlar vasitəsilə və hər birimiz sevdiklərimiz dadı, sevdiklərimiz ağız təamını, o yeni ilin axı ənənəvi menyusu da var. Bəli. O menyu. Sovet dövrünün menyusu var idi. İndi də o onu ənənəvi eləyənlər saxlayanlar var. Mandarin, şampanski, bir də paytaxt salatı. Paytaxt salatı. Paytaxt salatı mütləqdir. O belə hər zaman yazırlar. Paytaxt salatından səhər qəhvaltısını etməsən o bayram sayılmır. Amma dəyişməz olan həm də bir dadımız var. Çaylardır bizim yaxşı dəmlənmiş çay. Və biz veriliş boyu içdiyiniz bu çaylardan sizə hədiyyə veririk Nailə xanım. Çox sağ olun. Nailə Çox xanım. sağ olun, çox təşəkkür eləyirəm. Bu Hacı Seylon çaylarıdır və Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və ümid eləyirəm ki, bax əzizləriniz, oğlunuz, nəvələriniz gələndə bu çayı dəmləyəcəksiniz. Çox sağ olun. Yeni Çox yaradıcılıq təşəkkür uğurlarını beyninizdə planlaşdıracaqsınız və bu il bizə gözəl bir enerji, gözəl bir ruh və gözəl bir layihələrlə ruhumuzu oxşayacaqsınız. Çox sağ olun, çox təşəkkür eləyirəm. Əslində mən sizi də təbrik eləyirəm. Xəzərin sahilində verilişi 10 ildir efirdədir. Bəli. Bu çox böyük bir uğurdur və daim uğurunuzun daim olmasını arzulayıram. Sizə təbrik eləyirəm. Tamaşaçıları yeni il münasibətilə təbrik eləyirik. Uğurlu, düşərli olsun yeni il hamımız üçün. Amin inşallah. Əziz tamaşaçılarımız, hər birinizin evinizdən ruzu bərəkət əskiyi olmasın, hər birinizin evinizdən sevgilər əskiyi olmasın və bu ilə yeni arzularımızla gəldik və bu ildən sonraki bütün arzularımız növbəti illərə vəsilə olsun. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.